Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Evdə çörək hazırlayanların ən çox şikayət etdiyi mövzulardan biri çörəyin bir neçə gündən sonra sərtləşməsi və dadının itməsidir. Lakin peşəkar aşpazların kiçik bir sirri sayəsində evdə bişirilən çörəklər həm uzun müddət təravətli qalır, həm də pambıq kimi yumşaq olur. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, süd xəmiri yalnız yumşaq etmək deyil, həm də çörəyin qabığının düzgün formalaşmasını təmin edir. Nəticədə çörəyin xarici hissəsi xırtıldayan, içi isə elastik və nəmli qalır. Südün içindəki təbii yağ və zülallar həm dadını, həm də uzun ömürlülüyünü artırır. Belə çörək otaq temperaturunda 8-10 gün təravətini saxlayır. Bu da israfı azaldır və evdə həmişə təzə çörək saxlamağa imkan verir. Süd içindəki laktoz maya tərəfindən yavaş parçalandığı üçün çörək daha bərabər qabarır və xoş ətri olur. Gluten quruluşunu yumşaldaraq dilimləməyi asanlaşdırır və qırıntının düşməsini azaldır. Bəzi aşpazlar süd ilə yoğrulan xəmirə az miqdarda kərə yağı və ya zeytun yağı əlavə etməyi tövsiyə edir ki, həm dadı artsın, həm də qida dəyəri yüksəlsin. Süd yerinə qaymaq suyu və ya kefir də istifadə etmək olar. Bu məhsullar çörəyə həm yüngül turşulu dad, həm də davamlılıq verir. Xəmirin mayalanma müddəti süd ilə bişirilərkən bir az uzana bilər. Buna görə dinlənmə vaxtını bir neçə dəqiqə artırmaq məsləhət görülür. 2021-ci ildə Food Chemistry jurnalda yayımlanan tədqiqat göstərir ki, süd ilə yoğrulan çörəyin iç quruluşu su ilə hazırlanandan 40% daha çox nəmlik saxlayır və boyatlama müddəti təxminən 2 dəfə uzanır. Südün zülal və yağları nişastanın kristallaşmasını ləngidərək çörəyin yumşaq qalmasına kömək edir. Laktoz isə fırın zamanı karamelizə olaraq çörəyə təbii dad və qızılı rəng verir.